Peyğəmbər buyurur ki, Əl-Quran məədəbətullah. Quran Allahın süfrəsidir. Bu Quran insanı hara qədər qaldıra bilər? Hansı həddə qədər ucalda bilər? Allah deyir ki, Əbdi, əti'ni, hətta əc'aləkə məsəli. Deyir, mənim bəndəm, mənə itayət elə, səni öz bənzəri eləyim. Allah deyir, öz bənzəri eləyim. Yəni, sənə qüdrət verim, güc verim. Sən mənim xəlifəmsən, məndə olan sifətləri sənə ötürüm. Əlbəttə, hər şeyi mənim iznimdən eləyəcəksin, amma o qüdrəti sənə verim. Bu övliyalar var, eşidir sizi arif filan. Elə bilməyin ki, onlar göründüyü qədərdirlər. Onların böyük hissəsi gözdən gizlidir. Onlarda o qədər qüdrət var ki, onlar ömrü boyu bəzən ondan bir dəfə də istifadə eləmir. Amma Allahın yanında o qədər əzizdir ki, Allah deyir ki, istəsən, nə istəsən, mən də onu istəyirəm. Sən bir dənə iradə elə olsun. Amma onlar istifadə eləmir. Hərdən görürsən, məsələn, 1000 ildə ikisi, üçü görürsən, nəsə bir yerdə, 5-i, 10-u məsələn, hərdən bir ömürdə bir dəfə görürsən ki, o qüdrətdən istifadə edib, o da cəmaat üçün. Qəlbin qidası nədir? Qəlbin qidası imandır. İman. İman olmasa qəlb ölür. Qiyamət günü qəlb bazarıdır. Qəlbin bazarıdır qiyamət günü. Hamı qəlbini bazara çıxardı qiyamətdə. Müştəri də Allahdır. Müştəri Allahdır. Hansı qəlblər alınır? Yevmə la yənfə'u malun və la bənun. O gündən mal fayda verər. Qiyamətdə deməcəklər, hazır keç yuxarı başa, pulun çoxdur sənin, gəl burada, sən yaxşı pullu adamsan, xeyr. Yevmə la yənfə'u malun və la bənun. Nə mal, nə övlad fayda verməyəcək. Nəvəs fayda verəcək. İlla mən ətəllah bi qəlbin səlim. Pak qəlb gətirənlər o bazarda qazandılar. Pak qəlbi baha qiymət alacaq. Nə qiymət alacaq? Allah öz qiymətinə. Deyir, pak qəlbin qarşılığı mənəm. Çünki qəlbin məskəni mənəm. Qəlb mənə məxsusdur. Qəlb təmizdirsə, mən onun alıcısıyam. Mən alıcısıyam. Əli əleyhissalama dedilər, necə oldu? Əli oldun sən, Əli. Dedi ki, oturdum qəlbimin qapısının ağzında, biganələri buraxmadım. Qəlbimə girmək istədim, stop, olmaz. Buranın sahibi var. Bu belə. Açmadım qapını, qəlbimin qapısı taybatay qalsın, gələn girsin içəri, yox. Dünün bunun sahibi, əl-qəlb hərəmullah, bu Allahın hərəmidir. Bu hərəmə Allahdan başqasına yer yoxdur. Qoymadım içəri girsin.